Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gördük sizləri. Bugün mən sizə 6-cı sinif riyaziyyat güvəndən qarışıq ədədlərin toplanması və çıxılması testlərini izah edəcəm. Deməli, burada bu ifadənin qiymətini hesablayın deyir. İlk öncə mən bunlara ortaq məxrəc gətirməliyəm. Birinin məxrəci 4, digərinin məxrəci 6-dır. Hər ikisinə bölünən ədədimiz 12-dir. Yəni yazıram 5 tam 12-də, 12-ni 4-ə bölürük 3, 3-ü də 1-ə vururuq, olur 3. 5 tam 12-də 3 çıxılsın. 2 tam 12'de 12'ni 6'ya bölürəm. 2 2'ni də 5'ə vururam, eləyir 10. 5'in birini xırdalayırıq, olur 4 tam 12'de 12 ilə də 3'ü toplayırıq, eləyir 15. Çıxılsın 2 tam 12'de 10. Çünki burada biz 3'dən 10'u çıxa bilirik. Ona görə 5'dən bir dənəsini götürürük, olur 4 tam 12 ilə də 3'ü toplayıb sürətə yazırıq. Sonra 4'dən 2 çıxıram 2, məxrəc olduğu kimi qalır. 15'dən də 10 çıxanda qalır 5. Yəni 2 tam 12'də 5. 1'ə uyğun olacaq A variantı. Gəldik 2. Bu ifadənin qiymətini hesablayın deyir. Yenə də ortaq məxrəc götürürəm. Bura məsəl üçün ortaq məxrəc 12 götürə bilərəm. Olacaq 12 tam 12'ni 3'ə böləndə 4, 4 də 1'ə vuranda eləyir 4. Olur 12 tam 12'də 4. Çıxılsın. 2 tam 12'ni 4'ə bölürəm. 3, 3'ü də 1'ə vururam, olur 3. 12 tam 2 tam 12'də 3. 12'dən 2 çıxıram, eləyir 10. Məxrəc olduğu kimi qalır. 4'dən də 3 çıxırıq, olur 1. 10 tam 12'də 1. 2'yə də uyğun olacaq A variantı. 3. Bu ifadənin qiymətini hesablayın deyir. Birinci mötərizənin üçün hesablayıram. Ortaq məxrəc tapıram. Orta məxrəc 4 götürürük. 4'ü 2'yə bölürəm. 2, 2'ni də 1'ə vururam. Olur 2. 1 tam 4'də 2 üstə gəlsin. 4'də 3. Bunları toplayanda olur 1 tam 4'də 5. Şimdi 1 tam 4'də 5 ilə 8'də 5'i toplayırıq. Ortaq məxrəc 8 götürürük. Olur 1 tam 8'də 8'i 4'ə bölürəm. 2, 2'ni də 5'ə vururam. Eləyir 10. Üzərinə gəlsin 8'də 5. Olur 1 tam 8'də 15. Bu düzgün olmayan kəsir şəklindədir. Bunun üçün mən 15'i 8'ə bölürəm. 15'in içində 8 bir dəfə yerləşir. Çıxırıq 8'i. 5, ondan da 3 çıxanda 7 qalır. Qalığımız 7'dir. Deməli, o 1 tam gəlir bu birin üzərinə. Olur 2 tam 8'də 7. Qalıq da yuxarı yazılır. 3'ə də uyğun olacaq D variantı. 4. İfadənin qiymətini hesablayın deyir. Burada da yenə eyni qayda ilə ortaq məxrəc 20 götürürəm. 20'ni 4'ə bölürük. 5, 5 3'ə vururuq 15. 4 tam yine 20'dir. 20'ni 5'ə bölürəm. 4, 4 3'ə vururam. Eləyir 12. Üstə gəlsin. 3 tam 20'də. 20'ni 5'ə bölürəm. 4, 4 də 4'ə vururam. Eləyir 16. Toplayırıq tamları. 5'in üzərinə gəlir 4, 9. 9'un üstünə 3 gəlir. Eləyir 12 tam. Məxrəc olduğu kimi qalır. Sürətləri toplayırıq. 15 ilə 12'ni toplayırıq. 27, 27 ilə də 16'nı toplayırıq. Eləyir 43. 12 tam 20'də 43. Düzgün olmayan kəsirdir. 43'ü də 20'yə bölürəm. 2 dəfə yerləşir. Yəni 2 dəfə 20, 40 eləyir. O 2 tam gəlir 12'nin üzərinə. Olur 14 tam 20'də 3. Yəni 4'ə də uyğun olacaq B bəndi. 5. Orta məxrəc 8 götürürük. Birinci olduğu kimi qalır. 3 tam 8'də 1 çıxılsın. 2 tam 8'də 1. Digərini orta məxrəc 8 götürsək, 8'i 4'ə bölürəm. 2, 2'ni də 1'ə vuram, olur 2. İndi 3 tam 8'də 1'dən 2 tam 8'də 1'i necə çıxırıq? 1'dən 1 çıxmaq olur, bəli. 8'də 1'dən 8'də 1 çıxanda kəsirlər gedir. 3'dən 2 çıxanda 1 tam alır. Və bu 1 tamdan da 8'də 2'ni toplayırıq. Olur 1 tam 8'də 2. Bunu başqa cür necə yaza bilərik? İxtisar aparmaqla hər ikisi 2'yə bölünür. 2'ni 2'yə bölürəm 1, 8'i 2'yə bölürəm 4. Olur 1 tam 4'də 1. 5'ə də uyğun olacaq B bənd. 6.
İfadənin qiymətini tapın deyir. İlk öncə mötərizənin içini hesablayıram. 2-də 1 ilə 4-də 3 toplayıram. Ortaq mühərrəs 4-dür. 4-ü 2-yə bölürəm. 2, 2-ni də 1-ə vururam. Olur 2. Üstə gəlsin 3. Olur 4-də 5. Sonra 2 tam 2-də 1-dən 4-də 5-ə çıxıram. Ortaq mühərrəs yenə 4-dür. Olur 2 tam 4'də 4'ü 2'ye bölürəm. 2 2'ni də 1'ə vururam. Olur 2. 2 tam 4'də 2'dən 4'də 5'ə çıxırıq. Düzgün olmayan kəsirə çevirirəm. 8 4'də 10. 4'də 10'dan 4'də 5'ə çıxırıq. Ondan da 5 çıxanda 5 qalır. Olur 4'də 5. Yəni 6'ya da uyğun olacaq A variantı. 7. 7-də ifadənin qiymətini hesablayın deyir. Alt-alta çıxırıq. Yəni 23 tam 23 tam %17'dən çıxırıq 4 tam onda 5'i. 7'dən 0 çıxıram 7, 11'dən 5 çıxıram 6, 3'dən 1 aparmışdıq. Qalmışdı 2, 12'dən 4 çıxırıq 8, 18 tam %67. Yəni 7'yə uyğun olacaq A variantı. 8'də 5'dən 2-ni çıxa bilmərik, 1-ni xırdalamaq lazımdır. Yəni 5'in 1-ni xırdalayanda olur 4'dür. Məxrəc 7 olduğu üçün 4 tam 7'də 7'dən çıxıram 2 tam 7'də 1'i. Bu da eləyəcək 2 tam 7'də 6. Düzgün olmayan kəsirə çevirsə 2'ni 7'yə vurup 14, 14'ün də üstünə 6 gəlirik olur 20. Yəni 7'də 20. 8'ə də uyğun oldu demək. 9. 9'da ilk öncə mötərizənin içini hesablayırıq. Ortaq məxrəc həm 9'a həm də 16'ya bölünən 18'dir. Yəni yazırıq 18'də, 18'i 9'a bölsək 2 alırıq, 2'ni 2'yə vursaq 4 alırıq. Çıxılsın 2 tam 18'də, 18'i 6'ya bölür 3, 3'ü də 1'ə vuranda olur 3. Və biz 2 tam 18'də 3'dən 1'ni xırdalayırıq. Çünki burada böyük 2 tam 18'də 3'dür. 1'ni xırdalasaq 18'də 4 çıxılsın 1 tam 18'də 18 ilə də 3'ü toplayırıq. 21. Yəni burada olacaq mənfi 1 tam 18'də 21'dən də 4 çıxırıq. 20'dən də 3 çıxsaq 17. Mənfi 1 tam 18'də 17 aldıq. İndi biz 3 tam 12'də 5 kəsiri ilə mənfi 1 tam 18'də 17 kəsirini toplayırıq. Çünki bu da mənfi, bu da mənfi. 2 dənə mənfi toplama verəcək. 3 tam 12'də 5 üstə gəlsin 1 tam 18'də 17 alacaq. Ortaq məxrəc tapırıq bunlara. Ortaq məxrəc məsələn 36 götürə bilərik. 36 həm 12'yə, həm də 18'ə bölünür. Onda olur 3 tam 36'da 36'ı 12'ye bölsək 3, 3'ü də 5'ə vursaq 15 alır. 36'nı 18'ə bölsək 2, 2'ni də 27'yə vursaq 34 alır. Toplasaq 4 tam 36'da 49. 4 tam 36'da 49 aldıq. Bu da düzgün olmayan kəsir şəklində olduğu üçün 49'un içində 36 bir dəfə yerləşir. Gəlir 4'ün üzərinə olur 5 tam. 5 tam 36'da 49'dan da 36 çıxırıq olur 13. Yəni 9'a da uyğun olacaq B bəndi. 10. Deyir hər gün 12 tam 125 kilometr qaçır. Səhər bu qədər qaçarsa həmin gün daha neçə kilometr qaçmalıdır? Bunun üçün 12 tam %25'dən çıxmalıyıq 7 tam onda 4'ü. Qaçılanı çıxırıq. 8, 1'ini aparmışdıq, 11 qalmışdı, burada qaldı 4. Deməli, əlavə olaraq 4 tam %85 kilometrdə qaçmalıdır. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.